Hər kəsə salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz bir hədlərdir. Amma biz ondan əvvəl ədədi ifadənin nə olduğunu da bilməliyik. Uşaqlar, ədədi ifadə deyəndə siz orada ədədlər görəcəksiniz. Yalnız ədədlər və əməl işarələri. Yəni toplama, çıxma, vurma, bölmə əməl işarələri nəzərdə tuturuq. Baxın, məsələn, ifadə yazacağam. Məsələn, 6 çıxılsın 3-də 2. Baxın, bu ədədi ifadədir. Çünki ədədlər var və onlar arasında əməl işarəsi var. Əgər digər tərifimizə keçək, deməli bu ədədi ifadə idi. Ədədi ifadə. Bir də var dəyişəni olan ifadə. Əgər ifadələrdə dəyişən olarsa, o zaman biz ona dəyişəni olan ifadə deyirik. Məsələn, tutalım olsun ki, n vurulsun. Baxın, dəyişən var burada. N vurulsun. Məsələn, 80 çıxılsın 5n. Baxın, həm ədədlər var, həm də dəyişənlər. Amma dəyişən mütləq iştirak etməlidir ki, biz ona dəyişən olan ifadə deyək. Tutalım A çıxılsın 3-də 2 B olsun məsələn. Bu da bir dəyişəni olan ifadədir. Sonra keçək natural üslü qüvvətlərə. Natural üslü qüvvət deyəndə uşaqlar nəyi nəzərdə tuturuq? Məsələn, A vuraq A-nı dəfələrlə bir-birinə vururlar. Burada hətta biz A-nın sayını belə bilmirik. Və biz bu sayı n dəfə deyirik. Məsələn, n dənə A-nın hasili. O zaman olur A-nın üstü n. Baxın, buna deyirlər natural üslü qüvvət. Məsələn, siz tutalım 5, vuraq 5, vuraq 5. Deməli, 5-i yazırsınız. 5-dən neçə dənədir? 3 dənədir. Ona görə yazırıq 5-in kubu. Bunu belə əvəz eləmək olar. Deməli, burada A-nın adı var əsas. N isə adlanır qüvvət üstü. Qüvvət üstü. Bu da belə. Sonra bəzi ədədlər var ki, biz onların qüvvət üstlərini mütləq əzbərə bilməliyik. Çünki lazımımız olacaq. Məsələn, 2-nin qüvvətlərindən danışaq. 2-nin üstü 1, 2-dir. 2-nin üstü 2, 4. 2-nin kubu 8. 2-nin üstü 4, 16. 2-nin üstü 5, 16-nı da 2'ye vursaq 32. 2-nin üstü 6, 64. 2-nin üstü 7, 128. 2-nin üstü 8, 256. 2-nin üstü 9, 512. Bir də sonuncu olaraq 2-nin üstü 10, 1024. Baxın, bura qədər əzbər bilməlisiniz siz. 2-nin qüvvətləridir. Bir də 3-ün qüvvətlərindən nələri bilməliyik? 3-ün üstü 1, 3. 3-ün kvadratı 9. 3-ün kubu 27. 3-ün üstü 4, 81. 3'ə vurularaq gedir də uşaqlar. 3-ün üstü 5, 81'e 3'ə vuracaqsınız. Edəcək 243. 3-ün üstü 6-da 729. Baxın, bunlar çox düşür. Bunları əzbər bilməlisiniz. Sonra 7-nin qüvvətləri. 7 üstü 1, 7. 7-nin kvadratı 49. Bir də 7-nin kubu 343. Bunu da əzbərə bilməlisiniz. Bir də var 2 rəqəmli ədədlərin kvadratları. Onun kvadratını bilirsiniz. Başlayırıq 11-in kvadratından. Eləyir 121. 12-nin kvadratı 144. 13-ün kvadratı 169. 14-ün kvadratı 196. 15-in kvadratı 225. Sonra 16-nın kvadratı 256. 17-nin kvadratı 289. 18'in kvadratı 324. 19'un kvadratına 361. 20'nin kvadratı 400. 21'in kvadratı 441. 22'nin kvadratı 484. 23'ün kvadratı 529. 24'ün kvadratı 576. 25'in kvadratı da 625. Baxın uşaqlar, bunlar əzbərə bilməli olduğunuz ədədlərin qüvvət üstləridir. Ən çox toplularda rastlaşdığımız ədədlər baxın bunlardır. Ona görə mən bunları hər dəfə deyirəm ki, uşaqlara yadlarından çıxmasın və bunları siz avtomatik şəkildə deməlisiniz. Yəni əzbərləməlisiniz ki, sual düşəndə, məsələn 22-nin kvadratı deyəndə artıq siz 484-ü yazmalısınız. Siz fikirləşməməlisiniz ki, 22-ni 22-yə vurum. Yox, bunu əzbər bilməlisiniz artıq. Sonra gəlir uşaqlar qüvvət düsturlarına. Başlıq kimi buradan yazaq. Qüvvət düsturları. Hər qüvvət düsturuna aid çalışacağım. Bir dənə də nümunə yazım ki,
yaxşı anlayasınız. Məsələn, bütün ədədlərin üzərindəki olan sıfırı biz 1 kimi qəbul edirik. Yəni A üstü 0 1-dir. Məsələn, ədəd kimi 8-in üstü 0 1, Y-nin üstü 0 1 və s. ilə axır. Sonra ədədin üstü 1 olanda cavab olur deməli ədədin elə özü. Məsələn, 5-in üstü 1 elədir 5. Sonra ədədləri bir-birinə vurmaq. A üstü M-i A üstü N-ə vurmaq. Uşaqlar, əgər əsaslar eynidirsə, əsaslar A-dır. Əsaslar eynidirsə, o zaman qüvvət üstləri toplanılır. M üstəgəl N olur. Məsələn, tutalım 5-in kubu vurulsun 5-in kvadratı. Əsaslar eynidir, qüvvətlər toplanılır. 3 üstəgəl 2 5. Eyni qaydada bölmədə isə artıq məncə məntiqi anladısa çıxacaqsınız. Yəni əsas qalacaq, M-dən N-i çıxırsınız. Tutalım 5-in kubunu bölmək istəyirsiniz 5-in kvadratına bu dəfə. O zaman əsas qalır, qüvvət üstləri çıxılır. Yəni 5 üstü 1 o da elədir 5. Yaza bilərsiniz. Sonra gəlir qüvvətin qüvvətim. Yəni A üstü M-in üstü N. O zaman əsas qalır, qüvvətlər bir-birinə vurulur. M-in kimi yazılır. Məsələn, olsun 4-ün kubunun kvadratı. Uşaqlar bu eləyəcək 4-ün üstü 3-ü 2-yə vurursunuz 6. Yəni 4 üstü 6 yazırsınız. Sonra bir də var uşaqlar. Ədədin üstü mənfi qüvvət kimi. Məsələn, A-nın üstü mənfi N. Siz nə bilirsiniz? A-nın üstü N-i bilirsiniz. Düzdür? Gəlin onu yazaq. A-nın üstü N-i bilirik. Mənfi olduğu üçün onun tərsini tapırsınız. Yəni 1 bölü olacaq. Tutalım uşaqlar. Olsun 5-in üstü mənfi 3. Siz nəyi bilirsiniz? 5-in kubunu bilirsiniz. Düzdür? Mənfi olduğu üçün artıq siz 1 bölü yazırsınız. Tərsini tapırsınız yəni. Sonra digər düsturumuz AB üstü N. Uşaqlar, mötərizədəki o ifadənin hər ikisinə aiddir o qüvvət. Yəni N həm A-nın üstü N-dir, vuraq, həm də B-nin üstü N deməkdir. Tutalım yazıb ki 2 vur 3-ün üstü 4. Siz deyirsiniz ki bu həm 2-nin üstü 4-dür, həm də 3-ün üstü 4-ün hasilləri deməkdir. Və yaxud da bundan biz tərsinə də qayıda bilirik. Məsələn, yəni A üstü M vur B üstü N nəyə bərabər olacaq sizcə? N hər ikisinə aid olduğu üçün AB-ni içəridə, N-i isə çölə atırıq. Bunu belə bir nümunə ilə yazaq. 6-nın kubu vur 5-in kubu bərabərdir. Görürsünüz ki, kub hər ikisinə aiddir. Ona görə 6 vur 5 içəridə yazılır, kubu atırıq çölə. Bu da eləyir 30-un kubu. Bu qədər uşaqlar. Sonra burada bir dənə qeyd yazaq. Uşaqlar, bütün ədədlərin cüt dərəcə qüvvətləri müsbət olur. Yəni ki, 5-in kvadratı müsbət 25-dirsə, mənfi 5-in kvadratı da müsbət 25-dir. Unutmayın bunu da. Yəni, cüt dərəcə qüvvət işarəyə təsir eləmir. Lakin uşaqlar, bəzən uşaqlar nəyi qarışdırırlar? 5-in kvadratı bilirlər, o heç. Amma qarışdırırlar mənfi 5-in kvadratı ilə. Bir də var mötərizəsiz mənfi 5-in kvadratı. Yəni, baxın bunu deyirəm sizə. Bu ifadənin cavabı ilə bunu qarışdırırlar. Elə bilirlər bu da 25-dir. Xeyr. Baxın, birinci yazdığımda, yəni burada, kvadrat mənfiyə də aiddir. Yəni, ona görə müsbət çıxdı. Amma burada mənfi çöldə qalır. Çünki kvadrat sadəcə nəyin təpəsindədir? 5-in. Ona görə 5-in kvadratını hesablayırsınız 25. Qutardım. Yəni, kvadrat mənfi aid deyil. Sadəcə olaraq 5-ə aiddir. Ona görə bura diqqət eləməlisiniz. Sonra bir də uşaqlar yadınızda saxlayın ki, sıfırın, yəni sıfır ədədinin yalnız müsbət üslü qüvvətlərinin mənası var. Mənfi ola bilməz. Onu da bilin. Çünki məxrəcə düşəcəkdir avtomatik. Sıfır məxrəcə düşür və biz onu hesablaya bilmərik. Çünki sıfıra bölməməli yoxdur. Bunu da qeyd edin. Daha sonra burada əslində biz yazmışdıq. Bir dənə burada başlıq kimi də yazınsınız. Mənfi tam üslü qüvvət. Əslində bayaq dedim ha, yəni onu sadəcə üstündən keçəcəm. Tam üslü qüvvət. Necə deyəcək bunu? Uşaqlar, burada A üstü mənfi N nə dedik? 1 bölünsün A üstü N olmalı, düzdür? Çünki mənfi olanda avtomatik siz onun tərsini tapmış olursunuz. Amma unutmayın, A üstü N məxrəcə düşdüyü üçün hər zaman A üstü N sıfırdan nə olmalıdır? Fərqli olmalıdır. Yəni A fərqlidir, sıfırdır. Bunu mütləq nəzərə almalısınız uşaqlar. Əgər bu ifadənin mənası olması üçün bu şərt ödənməlidir. Sıfıra bölməməli yoxdur uşaqlar. Ona görə bunu diqqətinizdə saxlayın.
Belə bir ədəd hesablayaq. Məsələn, mənfi 4-ün üstü -3 bərabərdir. -3 çöldədir uşaqlar. İşim yoxdur bundan. Gəlin hesablayaq -4-ün üstü -3-ü. Siz nə bilirsiniz? -4-ün kubunu bilirsiniz. Amma mənfi kubu bilmirsiniz. Ona görə yuxarıda 1 yazırsınız. Tərsini tapdıq. Bərabərdir. Mənfi çöldə qaldı. 1 yuxarıda qaldı. -4-ün kubu neçə eləyir? -4 vur -4 vur -4. Yəni -64. İndi mənfi toxunur qalır 1/64. Çünki burada mənfi, burada da mənfi. Toxundu bir-birinə. Mənfi ədədlərin də uşaqlar kəsr üstü qüvvətinə baxılmır. Yəni -5-in üstündə kəsr qüvvət olmamalıdır. Bunu da bir qeyd kimi yaza bilərsiniz. Hətta mən sizə yazım. Qeyd. Mənfi ədədlərin kəsr üstü qüvvətinə baxılmır. X qoydum. Baxılmır. Bu qədər məlumatı bildikdən sonra uşaqlar biz rahatlıqla bir hədliyə keçə bilərik. İndi başlıq kimi yazırıq nə? Bir hədli. Mən daha böyük yazıram. Bir hədli. Nöqtə. Deməli uşaqlar bir hədli nədir? Siz nəyisə ayırd eləmək üçün, mən hardan bilim bu bir hədlidir və yaxud da başqa bir şeydir. Onun üçün siz tərifə baxmalısınız. Yəni tərifi bilməlisiniz. Bir hədli nədir? Tərifə baxırıq. Tərif nədir uşaqlar? Ədədlərdən, dəyişənlərdən və onların natural üslü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə deyilir. Bir də təkrarlayıram, ədəd olmalıdır. Dəyişən, onların natural üslü qüvvətləri, bu ifadələrin hasilindən ibarət olan ifadəyə deyirik. Bir hədli. Məsələn, yazaq ki, belə yazağın. Bir dənə bir hədli yazacağım. 7x-in kubu y tutalım olsun. Baxın, ədəd var, dəyişən var və natural üslü qüvvət var. Aralarında da hasil var. Buna deyirik bir hədli. Yaxud da tutalım 8a olsun. Ədəd var, dəyişən var. Bu da bir hədlidir. Və yaxud da ədədin sadəcə özü olsun. Tutalım 7 olsun. Və yaxud da 17 olsun. Ədədlər də bir hədlidir uşaqlar. Sonra 8a bölünsün 3 olsun. Bu da bir hədlidir. Çünki niyə? 8a bölünsün 3 əslində 3-də 8 vuraq a deməkdir. Ədəd var, dəyişən də var. Ona görə biz buna bir hədli deyirik. Lakin nələr bir hədli deyil? Ona diqqət eləyəyin. Bir hədli deyirlər. Nələr? Məsələn, 3AB-nin üstü -2. Ədəd var, dəyişən var, amma qüvvət natural üslü deyil uşaqlar. -2 natural deyil. Ona görə biz buna bir hədli demirik. Sonra 5A bölünsün 2C. Baxın, bu da bir hədli deyil, çünki dəyişənə bölmə var. Uşaqlar, heç zaman dəyişənə bölməni biz bir hədli qəbul edə bilmərik. Məxrəcdə dəyişən olmamalıdır, yəni. Qısacası belə yadınızda saxlayın. Məxrəcdə dəyişən varsa bir hədli deyil. Bir də uşaqlar bunu qarışdırırlar. Götürürlər məsələn 3-ün üstü -2 AB-ni bir hədli deyil kimi qəbul edirlər. Xeyr. Baxın, ədəd var, dəyişən var. Siz elə bilirsiniz ki, ədədin üstündə natural olmalıdır. Xeyr, biz tərifdə elə demirik. Biz deyirik ki, dəyişənin qüvvəti natural olmalıdır. Yəni 3-ün üstü -2-ni siz hesablaya bilirsiniz də 9-da 1-dir. Amma AB-də yerində qalmış olacaq da. Yəni ədəd var, dəyişən var. Başqa heç nəyə baxmırıq. Bir hədli mövzumuza da uyur. Deməli, biz bunun bir hədli qəbul edirik. O zaman belə bir qayda çıxır ki, ədədlərin üzərində mənfi qüvvət ola bilərmiş. Sadəcə dəyişənlərdə olmayacaq. Sonra da gəlirik bir hədlinin standart şəkli. Mən ST yazacağım. Yəni, başa düşərsiniz qısacası. Aha. Bu necədir uşaqlar? Bir dənə ədəd yazacağım. Tutalım. 4A vurulsun. 3B kvadrat, 7C kub, B kub. Fikir verirsinizsə, ədədlərdən burada çoxdur. 4 var, 3 var, 7 var və aralarında vurma olduğu üçün gəlin onları vuraq. 4 üçün vur 7. 84. Sonra A var. Yəni A-nı təkdir. Ona görə tək yazaq. Sonra B kvadrat var, B kub var. Bunları vura bilirik yaxı uşaqlar. Əgər biz burada əməlləri yerinə yetirə biliriksə, onu eləməliyik. Belə saxlamaq olmaz. B-nin kvadratını B-nin kubuna vuranda eləyir B qalır yerində. 2 ilə 3 toplandı 5. Bayaqki dərsdə keçmişdik ha. C-nin kubunu da saxlayaq. İndi oldu bir hədlinin standart halı, standart şəkildəki halı. Ədəd var. Dəyişənlərin hərəsindən də bir dənədir. A-da, B-də, C-də. Amma bayaqlar elə deyildi. B kvadratından da ayrı var idi. B kubundan da ayrı var idi.
Elə olmaz. Ona görə biz bunu standart şəklə belə gətirdik. Standart şəkildə nəyi bilməlisiniz? Əmsalı bilməlisiniz. Əmsal nədir? Öndə duran ədəd. Yəni 84. Biz ədədləri həmişə öndə yazırıq. Yazıdan çıxartmayın. Sonra bir də var dərəcə. Bəzən kitablarda qüvvətdə. Yəni ikisi də bir-birini əvəz edə bilir. Dərəcə necə tapılır? Hansı qüvvət üslərini görürsünüzsə, təbii ki, bu ədədlərdən söhbət gedir. Dəyişənlərin qüvvət üstünün, daha doğrusu dəyişənlərdən baxırıq, ədədləri yox. Dəyişənlərin qüvvət üsləri hansılardır? A-nın 1-dir, B-də 5-dir, C-də də kub, yəni 3. Bərabərdir. Bunları toplasam elədir 9. Yəni ki, nələri toplayırıq? Dəyişənlərin qüvvət üslərini. Dəyişən. Qüvvəti topla. Belə yazacağım bura. Sonra bir də var uşaqlar, oxşar bir hədlilər. Oxşar bir hədli. Oxşar bir hədlilər yalnız əmsalları ilə fərqlənən bir hədlərə deyilir. Məsələn, 8AC kubu ilə 9AC kubu və yaxud da 11AC kubu, mənfi 2AC kubu. Yəni görürsünüz əmsalları 8, 9, 11, mənfi 2. Sadəcə bunlara görə fərqlənirlər. Biz ona oxşar bir hədlər deyirik. Bir də var əks bir hədlər. Əks bir hədlər isə işarələrinə görə fərqlənən bir hədlər deyilir. Məsələn, tutalım olsun nə? 5x kubu, bir də mənfi 5x kubu. Fikir verirsinizsə, biri müsbət 5-dir, biri mənfi 5-dir. Bunların tək fərqləri budur, uşaqlar. Əks bir hədlərdə buna deyirik. Bir dənə də nümunə yazmaq istəyirəm. Burada misal yazmaq istəyirəm, yadıma düşmüşkən. Gəlin bir dənə misala baxaq. Qüvvət üslərinə aid bir misaldır. Bu da baxın, belə deyir sualda. Deyir ki, 22-nin üstü 4 vurulsun 8-in üstü 4 vurulsun 121-in kvadratı vur 4-ün üstü 6 bərabərdir. Ən sadə hala gətirirsiniz. Çəkdim, kəsir xəttimi. 22-nin üstü 4-ü mən parçalayacağım. Yazacağım. 11-in üstü 4 vur 2-nin üstü 4. Həqiqətən 11 vuraq ki, 22-ni yaratdıq. Keçirəm 8-ə. 8 nə deməkdir? 2-nin kubu. Bir də üstündə 4 olduğu üçün mən də yazdım. 121-in kvadratı. 121 əslində 11-in kvadratıdır. Çöldə də kvadrat olduğu üçün mən də yazdım. Sadəcə 121-i 11-in kvadratı ilə əvəz elədim. Vurulsun. 4-ün üstü 6. 4 nədir? 2-nin kvadratı. Üstü 6-da yazdım. Bərabərdir. Qalsın yerində. 11-in üstü 4 vur. 2-nin üstü 4 vur. Hesablayağın. Baxın. Burada 2-nin üstü, daha doğrusu 2-nin kubu üstü 4. Qüvvətin qüvvəti. Bu deyir 2-nin üstü 3, 4-ün 12. Sonra aşağıda 11. 11 qalır. Qüvvətin qüvvəti 2, 2-nin 4. 2 qalır. Qüvvətin qüvvəti 2, 6-ın 12. Yazağın. 11-in üstü 4'lər gedir. 2-nin üstü 4'ü 2-nin üstü 12'ye vurub yuxarıda nə yazağın? Yazağın 2-nin üstü 16. Aşağıda da 2-nin üstü 12. Niyə yazdım 2-nin üstü 16? 2 qaldı yerində. 14-lə, daha doğrusu 4-lə 12-ni topladım. Elə də 16. Bərabərdir. Əsaslar eynidirsə, qüvvətlər çıxılacaq uşaqlar. 2 qalır yerində. 16-dan 12-ni çıxanda 4 qalır. Bunun da cavabını birbaşa siz 16 yaza bilərsiniz. Bir mövzu izahının sonuna da gəldik uşaqlar. Gələn dərsin inşallah çox hədlərə başlayacağıq. Sualın çətinlik çəkdiyim hər hansı hissə olarsa, onu şərh bölməsində qeyd edə bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Sağ olun, sağlıqla qalın.